Salam hörmətli və dəyərli izləyicilərimiz, bugün mən sizi Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin Təpəməyli adlanan bir ərazisindən salamlayırıq. Və gördüyünüz kimi burada böyük bir göl və içində dolu balıqlar var. Biraz sonra bu balıqların yiyəsi ilə, yəni bu balıqları bəsləyən, böyüdən, ərsəyə gətirən tacir qardaşımızla müsahibə alacağıq. Gördüyünüz kimi bu balıqlar bu göldə yetişir, boya başa çatır, yekəlir, böyüyür və yonca presi ilə bəslənilir və başqa bir yem də verilmədən təbii qidalarla qidalanaraq və buradan tutularaq gördüyünüz kimi və bu hovuza tökülür. Bu hovuzdan da gördüyünüz kimi birbaşa satışa çıxardılır və satılır əhaliyə. Hal-hazırda keçək, tacir qardaşımızdan müsahibə götürək. Əziz qardaşım, salam. Aleykümselam. Qardaşım, bu balıqları nə ilə bəsləyirsiniz? Bu haqda bizə general məlumat verə bilərsiniz? Bu balıqların qardaş, gül yonca ilə, təbii yonca ilə bəslənmədi, yem yemədən. Yəni, broiler deyil də bunlar. Biri var broiler yağlanma olur, bu yağlanma deyil bu ya balıqlar. Gətirirlər, nə bilim, satışda qoyurlar, yağlanma olur, aparırlar, deyir, yağ olur, amma bunlar təbii yonca ilə bəslənir. Belamurdur, sazandır, sümüksüz sarı sabitdir, bir sürü balığımız var. Yəni, orada gördüyünüz göldə də, yəni hamısı gül yonca yeyərək, yəni satışa çıxır. Əhali də bizdən çox razıdır, yəni qiyməti də münasibdir. Alan adam qaydədir də alır, yəni tatlı balıqdır. Yəni heç bir problem olmadan sağ-sağlam balıqları çıxardıb, biz də aparıb satışa çıxardırıq. Qardaşım, hal-hazırda ki, o satış elədiyiniz yerə gedə bilərikmi? Yəni, o satış elədiyiniz yerlə bir tanış ola bilərikmi? Bəli, gedə bilərik. Gördüyünüz kimi Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyində, bax burada gördüyünüz kimi balıqlar da burada hal-hazırda satışa buraxılır. Yəni burada hal-hazırda pərakəndə satış qiymətidir. Həqiqətən də qiymətlər də çox münasib. Özünüz gələndə görəcəksiniz. Hal-hazırda yaxınlaşaraq balıq satan qardaşımıza bu balıqların haqqında bizə bir məlumat verə bilərsinizmi? Bunların Təbii yonca ilə bəslənmiş balıqlardır, broiler deyil, sazan balıqdır, belamur balığıdır və sümüksüz xanı balığımız var. aha. Qiymətləri neçəyədir bəs? Təbii balıqlar. Sazanı 10 manata veririk, münasib eləmək olur. Belamur 12 manatdır, sümüksüz 9 manatdır. Yəni hərəsinin münasib eləmək olur. Bax, belə sazan balıqlarımız var. Bax, belə sümüksüz balığımız var. Xanı balığı görür. Hamısı da diri-diridir Hamısı yəni. da diri-diri. Sivri işini, səhər tezdən nur gəlir bura. Öz həyətimizdə çəkdiyimiz gölün balıqlarıdır da. Həmən göldə qidalanmış balıqlardır da bunlar. Təbii yonca, yem yeməmiş balıqlar. Yonca ilə gül yonca, quzu oxuyur. Hə, sağ ol. Bazar olsun. Ondan bir 2 kilo da bizə çək qardaşım. İnşallah.